40 yaşdan sonra daha çox təkliyə qapılır adam, güvən azalır. Baxın, bilirsiniz necə? Burada indi kateqorik düşüncə görürəm mən. İndi burada neynədiniz? Ümumiləşdirdiniz. Bu nədir? Düşüncə xətası. Deyilir buna. Çünki siz ümumi edirsiniz ki 40 yaşdan sonra. Amma məsələn, indi siz bunu necə təsdiqləyirsiniz özünüzə? Bir-iki dənə məsəl üçün tutalım, ola bilər insan tanıyırsınız, hansılar ki 40 yaş üstüdür və sizin kimi eyni fikirdədirlər. Yəni ki, heç kəsə güvən yoxdur. Bax, mən sizə bunu da deyim ki, mən necə fikirdəyəmsə, tutalım, mənim həyatla, özümlə bağlı, insanlarla bağlı müəyyən bir inanclarım, düşüncələrim var, düzdür? Mən əsasən yaxınlıq eləyəcəyəm, dostluq eləyəcəyəm o insanlarla ki, kim mənimlə bir düşüncədədir. Onlar öz təcrübələrindən danışacaqlar mənə, negativ təcrübələrindən, mən özümkindən, biz də deyəcək, görürsən, dünya bu vəziyyətdədir də. Yəni, onlar mənə, siz elə şeylər deyəcək, hansı hələ mən eşitmək istəyirəm. Çünki mən artıq elə bir insanlarla dostluq, yaxınlıq eləməyi seçmişəm ki, bu hamı da belədir. Hər bir insan özü ilə təxminən həmfikir olan insanlarla yaxınlıq edir. Və elə də bilir ki, hələ həyat doğrudan belədir. Daha demir ki, sən özün necəsənsə, elə birini yaxın buraxdın özüvə. Və bu cürdə özü və bu qədər aşırı dərəcədə çaşdırmış oldun. Yəni, eyni fikirdə qalmış olursan onda. Siz necə? İnsan belə bir mağarada yaşayır. Hələ bilir, hələ dünya bu mağaradan ibarətdir. Mağaradan bayıra çıxıb baxmır da dünyayı. Başqa bir mağaralar da var, daha böyük. Məsəl üçün, elə mağaralar var ki, tutalım, bir neçə dənə giriş çıxışı var. Məsələn, onlara daha çox işıq düşür, onlara göl falan o mağaralara daha yaxındır. Yəni ki, gedib dəyişə də bilər yerini, daha yaxşı bir mağara seçə bilər özünə. Bildiniz nə demək istəyirəm? Yəni ki, insan özünü eyniliyə həm təslim edir, həm eyniliyi faktiki olaraq özü yaradır. Çünki eynilik nədir? Bax, hər şey eyni gedəndə insan üçün bu nədir? Bu təhlükəsizlikdir. Hər şey necə var edirsə elə gedir. Mənim kimi adamlar var mənim ətrafımda. Məni fikrimi çaşdırmayan insanlar var. Yəni ki, siz necə faktiki olaraq insan bir neçə negativ təcrübə yaşır. Həyatda bir neçə dənə zərbə alır və o zərbələrlə bağlı olaraq ümumi bütün dünya ilə, insanlarla bağlı fikri formalaşır. O fikri təsdiqləmək üçün hər zaman nələrsə xatırlayır, məsələn, və yaxud elə verilişlərə baxır, elə kitablar oxuyur, elə insanlarla ünsiyyətdə olur ki, məhz onun o düşüncələrini yenə də təsdiqləsinlər. Çünki təsdiqlənəndə nə deyir? Mən haqlıyam. Mən hələ düz başa düşürdüm. Mən hələ bu həyatdan düz baş açmışam.